təbrikləş üçün Amerika, Angliya, Şvetsiya, Şveysariya və Türkiyədən cəmi 6 Uyğur ziyadi təbrik xətti yollanğan olub. Növbətdə Erkin Sıdıq əfəndimdəki təbrik sözünü oxuyub vermək. Hörmətli Uyğur Akademiyasının heyət əzaları, mehmanlar, dostlar, oxular və sınırlar. Sizlər bugün çətəldəki intayın aldıraş turmuş içindən vaxt çıxırıb, məzkur sorunğa cəm bulub, üçün intayın əhmiyyətli bolğan işdən birini qılvadsızlar. Yani sizler 21 fevral Xalqara Ana Til bayramını təbrikləb, Uyğur tilinin bugünü bilən kəlgisi üstüdə ilmi muhakimə edib vervadsızlar. Şundaqla özlərinin magistrlıq və doktorluq oxuşudaki ilmi tədqiqatda qolluq gətirgən nəticələrdən sonraki mehmanlarga və bütün xalqımızga doklat beriş alıb turvadsızlar. Mən gerçi hazır yaşlarının yeni bir təbrik bolsamı, muşu xəttim arqılıq sizlərə çin könglimdən çəksiz rəhmət eytimən. Həm də həmmanlarını muşu fəaliyyət münasibəti bilən qızğın təbrikləyimən. Mübarək olsun. Bugünkü bu fəaliyyətlə, yəni Uyğurların ikinci vətəni hesablanğan Türkiyənin İstanbul şəhərində Uyğurların bir cayğı cəm bulub 2016 yıllık Xalqara Ana Til bayramı münasibətilə təbrikləş və ilmi doklat veriş fəaliyyəti ötküzüşünün bütün Uyğur millətlik bolğan əhmiyyəti intayın zor. Sizlər muş fəaliyyət arqılıq özənlərdən nəticəsi çoğ işdən birini qılvadsızlar. Nəticəsi çoğ işdən birini qılvadsızlar. Nəticə 100 həssi çoğ işdən birini qılvadsızlar. Şunlaşqa sizlər özənlərdən qançıq fəxirlənsanlarımı ərziydi. Amerikalıq məşhur kişilik hüquq fəaliyyətçisi Martin Luther King mundaq deydi. Məlum bir iş üçün ölüşünü qalmaydığın adam yaşaşqı layaqat etməz. Menəcə hər bir vicdan egisi və hər bir qurur egisi üçün özünün ana dili və milli mövcudluğu Martin Luther King gözdə tutqan helqidək bir iş qılalaydı. Çünki xuddi Vengriyalik yazğıcı Andras Suto aytqandək, öz ana tildən ayrılışqa məcbur bolğan insan öz hayatından ayrıldı. Öz hayatının mənisindən ayrıldı. Uyğur Akademiyasının bugün elib beriyotqani çətəldəki Uyğurlarının ana tili bilən milli mövcudiyyətini qoğlaş yoldakı ən mühim tirişçanlıqlarından birgə vəkillik qıldı. Axırda mən sizlərin bugünkü fəaliyyətlərinizə muvaffəqiyyət diləyirəm. Çoxur ehtiram bilən Doktor Erkin Sıdıq, Amerika Aləm Qatnaş İdarəsi Optik Fizika Ali İncineri, Uyğur Akademiyasının sabiq fəxri rəisi, Amerika Kaliforniya ştatı, Los Angeles şəhəri, 2016 yılı 2. ayının 15-ci günü. Həmin. Erkin Sıdıq haqqımızdaki təbrik namısını oxuğan dikən Erkin Sıdıq haqqımız doğruluq bir yeni xəbərini verirdik. Konu xəbər bizdən buldu. Aldıq qeytimlik xalqaralıq ilmi tədqiqat muhakimciliğini kəlgən bolsanlar, Erkin Sıdıq haqqımız özümü müşəkkilib bizə özününki kişilik tərəqiyyəti haqqında çıxırvatqan kitablarını dönüştürüb ötken. Bu fəaliyyətimizdə kişilik tərəqiyyəti haqqındakı yazımlar kitabının birinci qismi biz bilan yüz görüşgəndi. Əmdi bu fəaliyyət gül götüb kişilik tərəqiyyəti haqqındakı yazmalar qisminiki üçüncü qismi nəşrdən çıxdı. Bilginimizdək birinci qismidən keyin ikinci qismimi nəşrdən çıxıb bolğan. Mana bugün üçüncü qismimi qolumuzga tegdi. Bundan xəbərdar olub qalışanlarını diləyimiz. Bu kitabni Abdulaziz Bəştoğraq haqqımızdaki tədbir şirketi tərəfindən təmin edildi. Bugün fəaliyyətə gələnlər üçün almaqçı bolsanlar, zalın sırtında kitap var. Alalayızlar.